14 fevral Sevgililər günü gəlir və Sevgililər gününə uyğun olaraq mən də dedim bir dənə video çəkim. Hansı bank kartlarla siz həmin gün ödəniş eləsəz, yaxşı kəşbəklər qazanaraq heç olmasa xərclədiyiniz pulların cüzi də olsa bir hissəsini kəşbək olaraq geri qazana bilərsiniz. Deməli, yüksək ehtimalla kimsə öz həyat yoldaşına, kimsə sevdiyinə, kimsə sevgilisinə və yaxud da kimsə sevdiklərinə müəyyən bir hədiyyələr alacaqlar və yaxud da arası gedəcəklər. Bununla bağlı müəyyən bir kateqoriyalar üzrə ən çox kəşbək verən bank kartlarının siyahısını paylaşıram hal-hazırki tarixə görə. Deməli, restoranlara ən çox kəşbək verən bank kartı Axis Bankın kartıdır. 5% kəşbək verir. Heç olmasa restoranda xərclədiyiniz pulun 5%-ni geri götürə bilərsiniz. İkinci məsələ gül dükanları. Yəqin ki, gül alacaqsınız bir çoxlarınız. 14% kəşbək verən bank kartı ABN kartıdır. Romantik, faydalı kəşbək seçimi eləməlisiniz. Və yaxud da kinoteatr da ola bilər. Kinoteatra da ən çox kəşbək verən bank kartı ABN-in kartıdır. Faydalı kəşbəklərdə romantik seçim etməklə 14%-də buradan qazana bilərsiniz. Əgər heç bir yerə kəşbəkiniz yoxdursa, ən pis ehtimal Xalq Petrolun kartından istifadə edə bilərsiniz. İstənilən bir yerə, hər yerə daha doğrusu 3% oil verir və siz bu oyları daha sonra Azpetrolda yanacağa çevirə bilərsiniz. Yəni Sevgililər günündə ən əsas 3 dənə kateqoriyanı bölüşdüm. Bu videonu sevgilisi olan dostlarınıza göndərin ki, onlar da 14 fevralda daha az pul xərcləmək üçün bu kartlardan istifadə eləsinlər.